Salam əziz şagirdlər. Bugün 13 aprel 2025-ci il 9-cu siniflər üçün olan buraxılış imtahanından ingilis dili fənninin izahını verirəm. 1-dən 4-ə qədər dinləmə materialıdır. Dinləmə materialımız əlimizdə olmadığına görə izahını verə bilmirəm, amma hər ehtimala suallarla sizə tanış edirik. Mickey Mouse haqqındadır. Yəqin ki, bunu dinləməyən belə Mickey Mouse haqqında bilirsə yaza bilər. İndi keçirik qısa mətnlərimizə. Qısa mətnlərimiz 5, 6 və 7-ci suallarımızdır. İlk öncə 5-ci sualdan başlayırıq. Tam tərcümə eləməyəcəm, ümumi məlumatını verəcəm. Burada əzizim Jessicadan danışır. Təşəkkür edirəm iş üçün deyir, yəni vəkilliyə görə, iş üçün müraciət etdiyinizə görə. Biz sizi deyir, sentyabrın 21-i ofisimizdə çərşənbə axşamı səhər saat 11-də intervyu üçün deyir, dəvət etmək istərdik. Siz deyir, şirkətin rəhbəri ilə deyir, orada görüşəcəksiniz. Sonra intervyu deyir, təxminən 45 dəqiqə davam edəcək. Əgər sizin deyir, hər hansısa bir sualınız olsa, intervyunun tarixini dəyişməklə barədə zəhmət olmasa zəng edin və yaxud da e-mail göndərin sentyabrın 12-sinə qədər. Ən yaxşı arzularla Sofiya Harns. İndi gəlin baxaq görə variantlarımızda nə deyir? A variantda deyir ki, iş intervyusu yarım saatdan daha az davam edəcək. Xeyr, bizə 45 dəqiqə qeyd elədim. B variantda deyir ki, əgər Jessicanın hər hansısa bir sualı varsa, o deyir zəng edə bilməz. Bizə won't be verib, amma dedi ki, zəng edə bilər. C variantda deyib ki, Emily White deyir, Sofiya Harrislə görüşəcək. Əgər Jessica deyir, intervyu tarixini dəyişsə. Burada dəyişməkdən heç bir söhbət getmir. D variantda Jessica deyir, iş üçün şirkətin rəhbərinə müraciət etdi. Müraciət artıq ümumiyyətlə edib. Y variantda Jessica deyir, intervyuya sentyabrın 21-i dəvət olunur. Bəli, biz də burada qeyd edib sentyabrın 21-i günü səhər saat 11-də. Ona görə düzgün cavabımız burada olacaq Y variantı. 6-cı suala baxırıq. 6-cı sualımızda qeyd edib ki, bizim deyir, yay kampımıza qoşula bilərsiniz, uşaqlar üçün olan. Biz burada əyləncəli oyunlar, sənət əsərləri və yarışlar keçirdəcəyik. Həmçinin də deyir, burada siz yeni dostlar əldə edə bilərsiniz, yəni qazana bilərsiniz. Xüsusi burada da endirim var. Eyni ailənin ikinci övladı olarsa, burada xüsusi endirim olacaq. Bu gün deyir, müraciətin son günüdür. A variantı yazıb ki, kampa müraciət növbəti həftənin sonuna qədərdir. Bizdə burada sonuna qədər söhbəti olmadı. Bizə sadəcə dedi ki, bugün son gündür. Mətnimizdə qeyd edilib. Sonra növbətiyə keçirik. Yazıb B variantı. Kamp deyir, uşaqları müxtəlif aktivitələrlə təmin edəcək. Bəli, bu düzgün variantımızdır. Çünki bizə burada diqqət eləsəz, qeyd edilib fun games, arts and competitions. Demək, düzgün cavabımız B variantıdır. C variantında deyir ki, bütün uşaqlar üçün endirim olacaq, kampda iştirak edən. Amma səhvdir, burada sadəcə eyni ailənin ikinci uşağına olacaq. D variantı yalnız bir uşağa ailədən icazə verilir. Səhvdir, çünki ikinci uşaq da, üçüncü uşaq da ola bilər. Heç bir orada qadağa qeyd etməyib. Y variantında ailənin ikinci uşağı ödənişsiz deyir kampa qoşula bilər, amma bizə ödənişsiz demədi. Sadəcə dedi ki, discount, yəni endirim ola bilər. Ona görə düzgün cavabımız B variantı idi. İndi isə 5 suallıq olan mətnimizin izahına başlayıram. Yenə mətn haqqında ümumi məlumat verəcəm. Burada Aral gölü və Aral dənizindən danışır və yaxud da deyir Aral dənizi Mərkəzi Asiyada yerləşir. Dənizin adı çoxlu adalar, burada çoxlu adalar olduğuna görə adalar dənizi mənasından gəlir. Aral dənizi deyir, iki əsas su mənbəyi var. Yəni bunlar Amudərya və Surdəryadır. Hansı ki bunlar soyuq qışları və isti yayları olur. Ərazi deyir çox az deyir, yəni rainfall, yağıntı görülür da burada. Sonra deyir Aral dənizi bir vaxtlar deyir dünyada 4-cü ən böyük göl olub. Lakin deyir dəniz deyir 1960-cı illərdə yoxa çıxmağa başlayıb. Çünki deyir çay suyunun çoxu, Aral dənizinə deyir tökülən çay suyunun çoxu əsasən pambıq sahələr üçün istifadə olunub. Yəni o dəniz olmamışdan əvvəl deyir istifadə olunub. Beləliklə deyir bu çayların istiqaməti dəyişir. 1900-cü illərin sonunda dəniz deyir həddindən çox suyunu itirdir və bu da bunun 3 hissəyə parçalanmasına gətirib çıxarır. Aral dənizində olan dəyişikliklər ciddi bir ətraf mühit üçün və insan sağlamlığı üçün təhlükə
şeydir. Ondan sonra keçmişdə deyir Aral dənizinin çoxlu balıqlar və dəniz məhsulları olub. İndi isə təmiz su mənbələri azalır və insan sağlamlıq problemləri deyir yaranır və balıq biznesi, bu ərazidə olan balıqçılıq biznesi Destroyda artıq deyir məhv olur. Bu gün deyir dənizin deyir yalnız 10% deyir mövcuddur və bu da deyir gələcəkdə qurumaq üzrədir. İndi mətn haqqında suallarımıza keçirik. Görək mətnimizə bizə nə deyir? Birincidə mətnin ardıcılını tamamlamalıyıq. Deyir ki, Aral dənizi suyu iki əsas mənbədən alır. Bəli, bu A variantımız elə bizim doğru cavabımızdır. Burada da qeyd eləmişdik ki, birinci abzasın 4-cü sətrində iki əsas mənbədən su alır. B variantda deyir ki, çoxlu suyu 1900-cü illərin sonunda deyir, çoxlu su deyir əldə edib. Amma burada baxın, ikinci abzasın 3-cü sətrində 1960-cı illərdə bu daha doğrusu 1960-cı illərdə artıq yoxa çıxmaq olur. 1900-cü illərin sonunda isə çox suyunu itirir. Amma bu deyir qeyd əldə edir. Ona görə səhvdir. C variantı yazıb ki, təmiz su mənbələri ilə doludur. Bizim 3-cü abzasımızda deyir ki, demək olar ki, təmiz suyu yox dərəcəsindədir. D variantı deyir, isti qışları və soyuq yayları olur. Xeyr, isti yayları və soyuq qışları olur. Birinci abzasın sonuncu cümləsində sonuncu sətrində bunu qeyd eləyir. Y variantı isə indi balıqçılıq sənayesi üçün yararlıdır. Xeyr, bizim 3-cü abzasımızda dedi ki, balıqçılıq biznesi artıq belə destroyed, artıq yoxa çıxmaq üzrədir. Ona görə burada olacaq düzgün cavabımız A variantımız. 9-cu testə baxırıq. 9-cu testdə qeyd edir ki, mətnə görə sualın cavabını tapmalıyıq. Bizdə sualda deyir ki, çayların Aral dənizinə tökülən çayların istiqamətin dəyişməsinin məqsədi nə idi? Görək bizə ora tökülməyin, yəni azalmasının məqsədi nə idi? İkinci abzasımızda var idi bu. Yazıb ki, beləliklə bu çayların istiqaməti dəyişdi. Yəni səbəb də nə idi? Artıq pambıq sahələri üçün istifadə olunurdu. Su azalmağa başlamışdı ona görə. A-da yazıb ki, yeni su mənbələri deyir tapıldı, səhv. Yəni orada yeni su mənbələrindən artıq danışmırıq. B-də deyir ki, Aral dənizinin suyu reduce azalmışdı. Yəni bu ola bilər, saxlayırıq. C variantı deyir ki, turistlərin diqqətini çəkirdi. Turistlərdən ümumiyyətlə danışmadıq. D variantı deyir ki, balıqçılıq biznesi inkişaf edirdi. Biz balıqçılıqdan yalnız 3-cü abzasda danışdıq deyə səhvdir. D variantı deyir ki, pambıq sahələri sulandığı üçün. Cavabımız Y variantımız olacaq burada. Çünki ən uyğun cavabımız budur. Hər ehtimala mətndə sizə dəqiq yerini göstərim. 1960-dan sonra oxuyuruq. Bura deyir Aral dənizinə tökülən suyun deyir çoxu pambıq sahələr üçün istifadə olunurdu. Ona görə də düzgün cavabımız burada olacaq Y variantımız. 10-cu sualımıza baxırıq. 10-cu sualımızda mətn nə haqqındadır? Biz başdan ayağa Aral dənizindən danışdığımıza görə, məsəl üçün A-da yazıb ki, yoxa çıxma təhlükəsində olan dəniz. Bəli, o ola bilər, çünki Aral dənizindən danışırıq. B variantı deyir ki, çaylar. Biz burada bir çaydan danışdıq. C variantı Aral dənizinin iqlimindən. Birinci abzasda bir dənə dedik ki, soyuq qışı və isti yayı olur. Ona görə bu bunun cavabı olanmaz. D variantı balıqçılıqdan 3-cü abzasda danışmışıq. Y-də də adalardan danışmadıq. Bircə dənə orada adalar sözü birinci abzasda dedi ki, burada adalar var, çoxlu adalar var. Ona görə ən gözəl cavabımız burada olacaq. Onda A variantımız. 11-ci suala baxırıq. Mətnə görə səhvi tapacağıq. A variantı yazıb ki, Aral dənizinin adı adalarla bağlıdır. Bəli, birinci abzasda bunu qeyd eləmişdim. B variantına baxırıq. Çox az deyir, yağış deyir, Aral dənizinə tökülür. Bəli, mən sizə A ilə B variantının cavablarını göstərim. A variantının cavabını burada qeyd eləyir. Baxın, Sea of Islands yazıb. B variantının cavabı isə burada da çox az deyir, yağıntısı var. Sonra baxırıq, növbəti C variantına baxırıq. C variantında qeyd eləyib ki, bu gün Aral dənizi dünyanın ən böyük göllərindən biridir. Xeyr. Mətndə diqqət elədiksə biz burada deyir ki, dünyanın bir vaxtlar 4-cü deyir ən böyük göl olub. Yəni indidən danışmırıq. Elə bizim səhv cavabımız bu. Cavabımız olacaq C variantımız. D variantda deyir ki, çoxlu adalar var Aral dənizində. Bəli, bu da düzgün variantımızdır. Çünki ona görə də Aral dənizi adlandırılıb. Y variantı deyir ki, Aral dənizi 20-ci əsrin ikinci yarısında yoxa çıxmağa başlayıb. Yəni məhv olma artıq başlayıb. Belə bu da düzgün variantımızdır. Baxın burada 1960-cı illər qeyd edilirdi zəpp, yəni burada yoxa çıxır. Düzgün variantımızdır.
Bizim ümumilikdə səhvi istədiyinə görə düzgün cavabımız olacaq C variantı. Sonra növbəti açıq sualımıza keçirik 12-ci sualımıza. Deyir, Aral dənizi quruduğuna görə o deyir, ətraf mühit üçün təhlükəli olur. Bir ola bilər. Növbəti sualımıza baxırıq 2-də. Deyir ki, 3 hissə formalaşıb Aral dənizində heavy rainfall, yəni güclü yağıntı səbəbindən. Əlbəttə ki, səhv, çünki burada artıq quruma prosesi gedir. 3-ə baxırıq. Bu gün deyir, yalnız Aral dənizinin biraz hissəsi mövcuddur. Bu düzgün variantımızdır. 4-də deyir ki, suyun səviyyəsi Aral dənizində will rise, qalxır gələcəkdə. Xeyr, bizə deyir ki, gələcəkdə artıq yoxa çıxmaq təhlükəsindədir. Ona görə də düzgün cavabımız burada bizə mətnə görə true, düzgün variant istədiyinə görə olacaq 1 və 3 variantımız. İndi keçdik qrammatika testimizə. Qrammatika testimizdə birinci əvəzliklə başlayıb. Trousers cəmdə olduğuna görə biz burada ixtisar eləyəsi variantlarımıza baxaq. C variantı ilə Y variantını atarıq birinci tərəfə görə. İkinci tərəfdə K ilə isim verdiyinə görə it apostrof S olmaz. Çünki bu it izin qısa formasıdır. Sonra C variantını atmışıq. D variantında Z götürə bilərik. Çünki əvvəlcə trousersdən danışmışıq biz. Ona görə də düzgün cavabımız D variantı. 14-cü testə baxırıq. Burada düzgün modal feil tapmalıyıq. Will be able to olar, düz. Haven't olmaz, çünki have to-nun sual və inkar özü ilə düzəlməz. C variantı won't-un B-si yoxdur. D-də will-in B-si yoxdur. Should-da to ilə işlənməz. Düzgün cavabımız burada olacaq A variantımız. 15-ci testə baxırıq. 15-ci testimizdə isə mübtəda xəbər uzlaşması qaydasıdır. Hansı ki, iki isim yanaşı gələrsə ikinci ismə baxırdıq. Burada the language courses verib cəmdə olduğuna görə A, V olacaq. 2-3 variantımız. 2-3 variantımız da B variantı. 16-cı testə baxırıq. Definition qaydası, hansı ki, sözlərin mənasını tapmalıyıq. Birinci testimizdə exhibition, sərgi deməkdir. Sərgi sözünə birinciyə götürəcəyik C variantı, hansı ki, ictimai bir göstərişdir, incəsənət nümunəsidir. Burada desert, bir S ilə olan səhra deməkdir. 2 S ilə yəni olan isə, yəni yediyimiz bu qəlyanaltı kimi olan yeməklər deyil, əl üstü yeyilən yeməklər deyilir. O da olacaq şirin ərzaqdır ki, hansı ki, yeməyin sonunda verilir, yəni desert kimi verilir. Bizim dildə də çox istifadə olunur. B variantıdır. Desire, arzuya da a strong wish sözündən götürəcək A variantı. C, B, A variantını götürsək, D variantı düzgün cavab. 17-ci testə baxırıq. Verilən sözün yenə mənasını verirlər. Bir buraxılışda heç vaxt 2 dəfə söz mənasını tapma vermirlər. Deyir, məktəb deyir. Tam oxuyaq. Məktəbin deyir, rəhbəridir. Rəhbəri olan şəxs. Əlbəttə ki, bu müdir olacaq. Yəni direktor, principal sözümüz C variantı. Sonra keçdik 18-ci testə baxırıq. 18-də opposite, əks mənalı söz tapmalıyıq. Baxırıq burada see görmək, Y eşitmək, enter daxil olmaq, visit səyahət etmək, agree razılaşmaq, accept qəbul etmək, begin başlamaq, start başlamaq, forget unutmaq, remember xatırlamaq. Əlbəttə ki, Y variantı bir-birinə əks olan sözlərdir. Sonra uyğun bağlayıcını tapmalıyıq. Bağlayıcımıza baxdıqda variant ixtisar eləyək. Either no ilə olmaz, not only but olsa olmalıydı. Neither olmaz, both da o ilə işlənməz. Ən gözəl cavabımız A variantımız. Yəni ixtisarla düzgün cavabı tapmaq olar. 20-ci testə keçirik. 20-ci testdə burada bayaqdan izah edin B variantı idi. Bu isə D variantı ardından çəkilib D-nə biz 21 izah eləmişik. Ola bilsin variantda dəyişiklik ola bilər. Yəni bunu nəzərə alın. Sonra baxırıq 22-ci sual burada gəlib. Çarpayının üzərində laid, uzanmaq söz deyirsə D variantı 10 götürə bilərik. Çünki başqa variantımız uyğun gəlmir. 23 artikel qaydasıdır. Hansı ki, friend sözünü verib sayıla bilən ismimizdir. Mütləq birinci tərəfə artikel olmalıdır. Bizim birinci tərəfdə artikel olan ənləri götürə bilərik. Yəni qeyri-müəyyənlik artikeli. Çünki sifət üstəglə isim verib. Digər tərəfdə də in the street deyərik. Ona görə də ən gözəl düzgün cavabımız burada olacaq C variantımız. Növbəti testə baxırıq. Nə qaydasıdır? 24 məhsul növ qaydasıdır. Məhsul növə diqqət edirik burada. Cümləmizdə tamamlığımız his, suit, case-dir. Gələcək cümlənin əvvəlinə someone olan variantı atarıq.
Stol keçmiş zamanda olduğuna görə was-ı axtaracağıq. Bizim ya A variantı, ya da Y variantımızdır. Was-dan sonra bin işlənməzliyinə düzgün cavab A-dır. B-də has ümumiyyətlə verirsə belə səhvdir, çünki has bin olmalı idi. Cümləmizdə has yoxdur. C variantı indiki sadə zamanda deyə səhvdir. 25-ci testə baxırıq. Sinonimləri tapmalıyıq. Correct düz, true düz 1 olar. Empty boş, crowded, yəni dolu izdihamlı, bu əks deyə səhvdir. 3-ə baxırıq. Fərqli, eyni ola bilməz, bu antonimdir. Amma elegant, attractive bir-birinin sinonimi ola bilər, yəni cəlb edici. Ona görə düzgün cavabımız burada olacaq. 1 və 4 variantımız. Sağ olun, növbəti buraxılış imtahanında görüşənədək. İndi esseyi də yəqin ki, buradan şəklə baxıb özünüz üçün esse qura bilərsiniz. Bilirsiniz də yəqin ki, ən azı 35 sözdən ibarət olmalıdır.